25-ci sualda deyir ki, A, B, C üçbucağın A və B təpələrindən çəkilmiş tənbələnlər D nöqtəsində kəsişir. Bucaq deməli DAC tənbələn olduğuna görə yazaq alfa, alfa. Burada beta, beta yazaq. Bizə deyir ki, DAC, yəni alfa üstə gəlsin ABD, ABD. Yəni beta bərabərdir 70-ə. Olarsa bucaq ACB-ni tapın. Biz buradan bilirik ki, bu üçbucağa baxsaq, deməli, üçbucaq ABD-yə baxsaq, alfa ilə betanın cəmi 70-sə, onda bu bucağa qalır 110 dərəcə. Yəni cəmi 180 olmalı. 110 dərəcə. Digər tərəfdən bu yaşıl fiqura baxsaq, deməli, burada necə olurdu? 110 bərabər idi. Alfa üstə gəl beta, üstə gəl bucaq C-yə. Burada da 110 bərabərdir. Alfa ilə beta cəmi yerinə 70, üstə gəl bucaq C-yə. Buradan da bucaq C bərabərdir 40 dərəcə. Məsələn, deməli ACB oldu 40 dərəcə C bəndi. Baxırıq 20, deməli 24, 25-i dedik, 27-ci suala baxaq. 27-ci suala. A, B, C. Deyir ki, ABC üçbucağında AD tənbölən, deməli tənbölən ABC 68 dərəcədir, bura 68 dərəcə. Bucaq BAC 82 dərəcə. 82-dir və AD də tənbələnsə bölür 41, 41 dərəcəyə. Sonra bizə deyir ki, AD perpendikulyardır DY-yə. Bucaq YDC-ni tapın. Burada bir alfa yazaq. Baxsaq, deməli, 41, 68 toplasaq, 3-cü bucaq D-ni tapsaq, 180 çıxılsın 68 plus 41-ə. Bu da bizə verir 180 çıxılsın, deməli, 9, 109 dərəcə. 109. O deyir, 180-dən də 109 çıxanda 71. Buraya da 71-ə. Biz bilirik ki, 71 üstə gəl 90 üstə gəl alfa bərabər olmalıdır 180 dərəcəyə. Buradan da alfa bərabərdir 180 çıxılsın. 90 ilə 71 də 161. Bu deyəcək 19 dərəcə. Yəni D bəndi. Iyirmi 9-cu suala baxıram. A, B, C, bu da AD. Bizə deyir ki, 29-cu sualda ABC üçbucağında AB bərabərdir BD-yə. AB BD-yə bərabərdir. Bucaq DAC, bura alfa yazaq. Alfa bərabərdir ABC-yə. Bura alfaya. Bucaq C 21 olarsa 21. BAD bucağını tapın. BAD burada beta yazaq. Yəni bizdən betanı istəyir. Şərtləri bir də fikir verək. AB bərabərdir BD-yə. Bucaq DAC bərabərdir ABC-yə. Bu şəkildə. Biz demişdik ki, bura betadır, sonda burada betadır. Baxın, ABD bərabər yanlış bucaqdır. Çünki yan tərəflər bərabərdir. Onda oturacaq biz ki, bucaqlar da bərabər olur. Digər tərəfdən betamız bizim. Betamız, bu beta. Bu üçbucağın xarici bucağıdır. Xarici bucağı da özünün qonşumunun daxili bucaqların cəminə bərabər. Yəni beta bərabərdir 21 üstə gəl alfa. Digər tərəfdən bu üçbucaqda, yəni üçbucaq ABD-də bucaqların cəminə baxsaq, alfa üstə gəl beta bərabərdir 180-ə. Buradan da bizdən betanı istəyirdi ya, alfanı da beta ilə əvəz edək. Buradan alfanı tapsaq, alfa bərabərdir beta çıx 21. Gətirib burada yerinə qoysaq, beta çıx 21, üstə gəl 2 beta bərabərdir 180-ə. 3 beta bərabərdir 180 21 gəlir 201-ə. Buradan da beta bərabərdir 67 dərəcəyə. Yəni A bəndi. Keçək 30-cu suala. Deyək ki, A, B, C üçbucağının. Demək, A,
B, C üçbucağını. Bunu biraz da çəkək. Deyək ki, ABC üçbucağının C təpəsindən daxili və xarici bucağının tənbələnə çəkmişdir. Bu daxili bucağının tənbələni olsun CK, xarici bucağının tənbələni olsun CF. Bu xarici bucaqdır bizdə. Bu qırmızı işarələdiyimizdə daxili bucaqdır. İndi bizə deyək ki, daxili bucağın tənbələni AB tərəfi ilə 40 dərəcə bucaq əmələ gətirir. Bura 40 dərəcədir. Xarici bucağın tənbələni AB-nin uzantısı ilə, yəni bu hissəni əmələ gətirdiyi bucaq alfa yazaq. Tənbələnlərin əmələ gətirdiyi, biz bilirik ki, açıq bucağın tənbələnlər arasındakı bucaq 90 dərəcədir. Yəni bu isə 90-dır. Onda bu bucağa baxsaq, 40 plus 90 plus alfa bərabərdir 180-ə, alfa da olacaq 50 dərəcə. D bəndi. Otuz ikinci suala baxaq. 32-ci sualda da baxaq. Şəkil çəkək. Şəkil bir salonda. Beta, alfa, x, burada qamma bucağı. Bizə deyir ki, x minus alfanın, x minus betaya və x minus qammaya nisbəti 8, 9, 13 nisbətdir. Buradan alırıq ki, x minus alfamız bizim 8k, x minus betamız bizim 9k, x minus qammamız da bizim 13k'dır. Bu şəkildə yazdıq. Baxırıq indi, x-imiz 50 dərəcədir. Bunları alt-alta toplasaq, 3x çıxılsın alfa, çıx beta, çıx qamma bərabərdir 8k'nın 9k, 17k üstədə 10k, gəlir 30k. Buradan da 3x çıxılsın, mənfi çıxarsa mörtəzə xaricində alfa plus beta plus qamma bərabər olur 30k'ya. Bu şəkildə. İndi baxırıq, digər tərəfdən bizdə qaydamız necədir? X bərabərdir alfa plus beta plus qammaya. Gətirib alfa plus beta plus qammanın yerinə də təzədən x-i qoysaq burada. X-i qoysaq. Onda olur ki, 3x çıx x bərabərdir 30k'ya. 2x bərabərdir 30k'ya. X də bərabərdir 15k'ya. Digər tərəfdən bizə də x 150 dərəcə verib. Yəni 15k bərabərdir 150'yə, 150'yə. Onda k da bərabərdir 10'a. K-nı 10 tapdıq. K-nı 10 tapandan sonra təzədən gətirib hamısını bir-bir yerinə yazırıq. Deməli, K-nı 10 tapandan sonra x çıx alfamız olur 80. Deməli, 80, 90 və bu da 130. K-nı 10 qoyandan sonra. Şəkli silirəm, ehtiyac olmadı şəkildə. İndi baxırıq, x-imiz 150'dir. Birincidə 150 çıx alfa bərabərdir 80'ə. Yəni burada x-in yerinə 150 qoyduq. Alfa olacaq 70. Sonra təzədən x minus beta'nın yerinə yenə 150 çıx beta bərabərdir 90'a. Beta olacaq 60. Təzədən x minus qammada da 150 minus qamma bərabərdir 130'a. Qamma da bərabərdir 20 dərəcə. Bu şəkildə deməli alfamız 70, betamız 60, 20 olacaq Y bəndə. 33-cü suala baxaq. A, B, C. A, B, C. Buradan CK. Buradan da B, D-ni çəksək. Perpendikulyarları. Burada alfa bucağı yazaq bir. Ya da baxaq hələ ki. Deyir ki, ABC üçbucağında bucaq A 40 dərəcədir. Bura 40 dərəcədir. 40 dərəcə. B-dir CK-ya perpendikulyardır. CK AB-yə perpendikulyardır. Olarsa BOK bucağını tapın. BOK bu alfa. Bunu neyəyə bilərik? Bayaq dediyimiz kimi 4 bucaqlıya tamamlayarıq. Deməli bu şəkildə. Baxın 4 bucaqlı. Bura bir dənə beta bucağı yazaq. Deməli beta üstə gəl 90, üstə gəl 90, üstə gəl 40. Bərabərdir 360'a. Buradan da beta bərabərdir 360 çıxılsın 220'yə, 180, 40, 220. Beta da bərabərdir 140'a. Deməli beta 140'dırsa, onda alfa da betanın qoyuncusu olduğuna görə 180 çıx 140 olacaq 40 dərəcə. Deməli BOK oldu 40 dərəcə. Baxaq 34 da bundan eynidir. Baxaq 35-ci suala.
35-ci suala baxırıq. Şəkil səhvçəkdir. Bu şəkildə A, M, C, D, N, bir də B. Bizə deyir ki, A, C, N və M, C, B. M, C, B-də bucaq A 40 dərəcədir. A bucağı 40 dərəcə. Bucaq B 30 dərəcə. Bura 30 dərəcə. Bucaq C 90-sa bizdən M, D, N istəyir, bu bucağı istəyir. Biz yenə baxarıq bura 40-dır, 90-dır. Bu üç bucağa baxsaq, bu üç bucağa baxsaq. Deməli, 40, 90, onda bura 50 dərəcə olur. Düz bucaqlı üç bucağa gəlir. Eyni qaydada təzdən M, B, C üç bucağına baxsaq 30 dərəcə, 90 dərəcə, onda bu bucaqda olacaq 60 dərəcə. Baxırıq 4 bucaqlı N, M, C, D. 4 bucaqlısına baxsaq, burada da onda bucaqlarına baxsaq, bucaq D üstə gəl 50, üstə gəl 60, üstə gəl 90 bərabərdir 360 dərəcəyə. Buradan da bucaq D bərabərdir 360 çıxılsın. Bu olur 110-200 dərəcə. Bu da bucaq D bərabərdir 160 dərəcəyə. Bucaq D 160 dərəcədir. Bizdən də elə MDN istəyirdi, yəni bucaq D-ni 160 dərəcə.